Džavat Ahmini je napravil spisek po njegovih zapiskih, kdo vse iz Azerbajdžana je sodeloval v ruskem bataljonu. To sem bil v ruskem bataljonu. Spominul je o obisku. O obiskih, ja. Ampak je bilo takrat, ko so prihajali javljeno? Ne. Vse nekaj tako... Oni so prinesli vsako leto venc. Fant od hvale, da bo izdali knjigo. Sem hotel to reči, da je zdaj so sprejeli na grobnici Čehovano. To je moj brat. V priliki nekega obiska zdaj so še tiste rublje, veš, ko je gorko, ko je bilo. Maj 1945. Böyük Vətən müharibəsinin birinci 3 günündə Azərbaycandan ordu sıralarına 40 mindən çox oğlan və qız yola düşür. Qısa müddətdə Respublika ərazisində 87 müdafiə batalyonu, 1124 özünü müdafiə dəstəsi təşkil edilir. Azərbaycanlılar Hitler Almaniyasının işğalı altında olan neçə-neçə ölkələrin, şəhərlərin azad olunmasında yaxından iştirak elədilər. 1941-42-ci illərin müharibənin ən ağır dövrü olduğu heç kimdə şübhə doğurmur. Etiraf eləmək lazımdır ki, belə bir zamanda qələbə əzmini saxlamaq sıravi əskərdən tutmuş yüksək rütbəli zabitlərə qədər hər kəsdən təsəvvür edilməz inam və iradə tələb edirdi. Onlar məhz belə bir dövrdə ayrı-ayrı cəbhələrdə döyüşürdülər. Belə hadisələrin şahidlərinin birinin məktubundan oxuyuruq. 1942-ci ildə Firikop yaxınlığında bizim 2 polkumuz 7 faşist diviziyasına qarşı vuruşurdu. Ağır itkilər verdik. Mən də orada yaralanaraq kontuziya aldım və əsir düşdüm. Beləcə, minlərlə Azərbaycanlı məktubda təsvir olunan belə qeyri-bərabər döyüşlərdən sonra əsirlik həyatı yaşamalı olurlar. Bu taleyi yaşamış minlərlə Azərbaycanlılardan Cavad Həkimlinin, Mikayıl Qulubəyovun, Fərrux Sultanovun, Rıza Orucovun xatirələrindən biz o illərdə baş verən hadisələri, insan talilərini izləyə bilirik. Xatirələrdən və müvafiq sənədlərdən aydın olur ki, bircə an belə vətənlərini və doğmalarını unutmayan Azərbaycanlı legionerlər bununla yanaşı hər zaman faşizmin nə olduğunu da çox gözəl anlayıblar. İtaliyanın məğlub olmasından sonra 1943-cü ilin 8 sentyabrında Badalya qoşunları müttəfiqlər tərəfinə keçir. Bu hadisələrdən narahat olan Alman komandanlığı həmin hərəkatı yatırmaq üçün öz qoşunlarının İtaliya ərazisinə daxil olması barədə qərar qəbul edir. 1943-cü il sentyabrın ortalarında Azərbaycanlı legionçuların xidmət elədikləri 162-ci diviziya Ştransdan partizan hərəkatını əzmək üçün İtaliyaya göndərilir. Legionun hissələri İtaliyada, Adriatik dənizinin sahillərində yerləşdirilir. 162-ci diviziyanın mənzil qərargahı Seganda, 314-cü alayın qərargahı isə Triest şəhəri yaxınlığında, Villa Opçinada yerləşir. Almanlar tərəfindən görülən bütün tədbirlərə baxmayaraq, partizanlar tərəfinə keçmə prosesi günbəgün artır. Yugoslaviya Milli Azadlıq Ordusunun komandanı Iosif Broz Tito'nun 1943-cü ilin dekabrında yaratdığı 9-cu korpus isə həmin illərdə xüsusilə fərqlənirdi. Bu hərbi hissənin 7.000-dən 12.000-ə qədər əskəri vardı. Əsasən İtaliyanın müqavimət hərəkatı üzvlərindən ibarət olan korpusda
vaxtilə Alman əsirliyində olan Sovet əskərləri, ələlxüsus 162-ci Türkistan diviziyasında olmuş Azərbaycanlılar üstünlük təşkil edirdilər. Əfsanəvi Mehdi Hüseynzadə, Cavad Həkimli, Mirdaməd Seyidov, Tolya ləqəbli Tağı Əliyev kimi legionerlərin taleyinə də bu korpusda faşizmə qarşı mübarizəyə qatılmaq yazılır. Beləliklə, legionda yaradılmış gizli təşkilatın üzvlərinin yerli partizanlarla yaratdıqları əlaqə onların yenidən faşizmə qarşı mübarizəyə qoşulmalarına gətirib çıxarır. Qırmızı dəniz sahilinə apardılar, burada Piza, Maria, Piza şəhərlərinin ətrafında bir neçə gün qaldıq. Neçə gün deyəndə həftələrlə. Sonra bizim yenə bir hissəcimiz köçürdülər İtaliyanın bu Atarktik dənizinin sahilindən ki, gəldik biz orada bu Abasiyadır, Şuşaqdır, Qoriçinellodur, bu ətraflarda olduq. Elə bir həftə idi belə təxminən gəlmişdik, xəbər gəldi ki, Mehdi Əsəd Qurbanov Cavad Həkimli qaçıb. 9-cu korpus Adriatik dənizinin şimal-şərq sahillərindəki ərazilərdə yaradılır. Burada əsasən Sloveniyalılar yaşayırlar. Onlar 2-ci Dünya müharibəsi dövründə əldə silah faşizmə qarşı vuruşurdular. Bu mübarizə 1943-cü ildə İtaliyanın kapitulyasiyasından sonra daha da gücləndi. Həmin dövrdə partizan briqadalarının sayı da çoxaldı. Marşal Broz Titonun yaratdığı 9-cu korpusda çoxlu Azərbaycanlı döyüşçülər var idi. Azərbaycan partizanları arasında Cavad Həkimli və Mehdi Hüseynzadə əsas figurlardan idilər. Onlardan başqa İvan Rusk ləqəbli Mirdaməd Seyidov, Tolya ləqəbli Tağı Əliyev xatırlaya bilərik. Onlar Almanlara qarşı çoxlu sayda təxribatlar törədirdilər. Bu abidə 9-cu korpusun döyüşçülərinin şərəfinə ucaldılsa da, faşist zülmünün qurbanlarının xatirəsini yad eləyir. Həm Mikhailo, həm də Tolya faşizmlə mübarizədə Sloveniya torpağında həlak oldular. 1945-ci ilin mart-aprel aylarında Almanların hücumu zamanı xüsusən Azərbaycanlılar böyük qəhrəmanlıqlar göstərdilər. 9-cu korpusun birinci komandiri xatirələrində yazırdı ki, Rus batalyonunun döyüşçüləri vətənlərindən uzaqda faşizmə qarşı apardıqları mübarizəyə, döyüş qabiliyyətinə, qəhrəmanlıqlarına görə həmişə yaddaşlarda yaşayacaqlar. Beləliklə, 162-ci diviziyadan qaçan legionerlər 2 diviziyadan ibarət olan 9-cu korpusun heyətinə daxil olurlar. Xatırladaq ki, bu dövrdə hələ Sovet qoşunları gəlib bu yerlərə çatmamışdılar. 31-ci diviziya Triestin yaxınlığında, Çepovan kəndində, 32-ci diviziya isə İtaliya-Yugoslaviya sərhədində dayanmışdı. Az qala bütün legionerlər 31-ci diviziyanın tərkibində idilər. Bu diviziyada 4 briqada vardı. 16-cı Garibaldi briqadası, 17-ci Gradnikov briqadası, 18-ci Bazovşik briqadası, 19-cu Prişernev zərbə briqadası. Legionda qalan Mikhail Qulubəyov Rottenabor kəndində gizli şəkildə onlarla əlaqə saxlayır. Legionun fəaliyyəti və legiondan qaçanların sayının artırılması istiqamətində görülən işlərlə bağlı göstərişlər alır. Arxiv materiallarında legiondan qaçanlar arasında Ağarıza Ağazadə, Əsəd Qurbanov, Əkbər Babayev, Firudin Hüseynovun da adları var. 9-cu korpus, partizan korpusu, Primorski, Sloveniya. O yerləşirdi. Tabi və Adriatik dənizlər sahilinə kimi. Və qaqras onların rəhbərləri bir orduydu da. Pis özad dururlardıydı onda. Və orada baş çıxartmaq o qədər də hasant deyildi. Biz orada bizim adımızı eşidəndə əsirdirlər, ölürlər. Ruski batalyon, Ruskaya brigada, andolsun Allah'a elə bilinə ki, mən əjdahadır. Çox qorxurdular. Cavad Həkimlinin təşəbbüsü ilə 9-cu korpusun tərkibində Ruska Çeta adlı bölük yaradılmışdı. Bölüyün komandiri Cavad Həkimli, kəşfiyyatçılar isə Mehdi Hüseynzadə, Mirdaməd Seyidov və Tağı Əliyev təyin edilir. Ondan başqa faşistlərə böyük zərbələr vuran digər Azərbaycanlı partizanların
Mikayıl Qulubəyov, Sadiq Nadirlinin, Firudin Hüseynovun, Alim Əliyevin, Cabbar Quliyevin qəhrəmanlıqları haqda indinin özündə də danışılır. Alman dilini, nizamnaməni və Wehrmacht əsgərləri ilə zabitlər arasında qarşılıqlı münasibətləri bilməsi nəzərə alınaraq Mehdi Hüseynzadə qrupun rəhbəri təyin olunur. Xidmət yoldaşlarından birinin sonralar xatırlamasına görə onun rəhbər təyin edilməsi belə bir cəhətlə bağlı idi ki, Mehdi qaçıb partizanlara qoşulan legionçular arasında öz inkişafına görə başqalarından yüksəkdə dururdu və yaradıcı qabiliyyəti ilə seçilirdi. Qrupa həmçinin Tağı Əliyev, Ənvər Məmmədov, milliyyətcə Alman olan Fritz və partizanlar tərəfinə keçən başqa şəxslər daxil idilər. Onlar bizə gəldilər. Anam onlara yemək verdi və soruşdu ki, siz haradan gəlmisiniz? Onlar isə Opçinadan gəldiklərini dedilər. Həmin şəxslər Fritz, Mikhailo, Saşa və Tolya idilər. Anam soruşdu ki, siz kimsiniz? Onlar Qafqazdan olduqlarını bildirdilər. Partizanlar xüsusi seçilmiş qrupdan olduqları üçün qardaşım onlarla əməkdaşlıq eləyirdi. Almanlardan seçilməmək, gizli qalmaq üçün çox vaxtı Alman hərbi forması geyinirdilər. Onda mənim 15 yaşım var idi. Hər gün bizə gəlib bizdə gecələyirdilər. Biz kəndli, həm də partizan ailəsi idik. Çünki 3 qardaşım partizan idi. Tolya bir dəfə mənə, Mirka, gəl sənə gözəl bir çəkmə verim deyib, öz çəkmələrini mənə bağışladı. Goritsa və Bilye döyüşləri zamanı anam onlara hər gün yemək göndərirdi. Tolya və Mikhailo çox savadlı adamlar idilər. Cavad Həkimlinin rəhbərliyi, Mehdi Hüseynzadənin başçılığı altında bir neçə iri təxribat aksiyası həyata keçirilmişdi. 1944-cü ilin 22 aprelində Triest şəhərində, Via Gega küçəsində qrup tərəfindən Alman hərbi qulluqçuları üçün kazino partladılmışdı. Bu təxribat barəsində Il Piccolo qəzetində məlumat verilmiş, kazinonun dağıdılmış binasının şəkli dərc olunmuşdu. 1944-cü il 23 apreldə belə bir məlumat verilmişdi. Axşam kommunist elementlər Triestdə Alman əskər kazarmalarında bir neçə Alman əskərinin və İtaliya vətəndaşlarının həyatı bahasına başa gəlmiş terror törətmişlər. Bu qəsdi törətməkdə şübhəli görünən çox sayda adam tutulmuşdu. Onlardan 51 nəfərini hərbi məhkəmə ölüm hökmünə məhkum etmişdi. Hökm dərhal yerinə yetirilmişdi. Qəzet redaksiyası və İtaliya faşist qəzeti Il Piccolo'nun mətbəəsi də partladılmış. Nəticədə bir müddət qəzetin buraxılışı dayandırılmışdı. Mehdinin qrupu tərəfindən Triestdə Alman əskər və zabitləri üçün mehmanxana da partladılmışdı. Bu qəhrəmanlıqların nəticəsi idi ki, qısa müddətdə Cavad Həkimli Rus batalyonunun qərargah rəisi, Mikhailo isə 9-cu korpusun qərargahındakı təxribat qrupuna rəhbər təyin edilir. Bir neçə gündən sonra 9-cu korpusun 18-ci briqadasında yığıncaq keçirildi. Briqadanın komissarı İvo yoldaş göstərdi ki, bizim bu gecəki vəzifəmiz Almanların Afrika frontuna əskər aparmalarına qarşı maneçiliklər törətməkdir. Odur ki, adını bilmədiyim bir çayın üzərindən qatar keçən nəhəng bir körpünü partlatmaq lazımdır. Biz arası 20 metr olan almanlarla üz-üzə durmuşduq. Gecənin qaranlığı bizi almanlardan gizlədirdi. Biz durmadan hərəmiz almanların karaol otağına 4 qumbara atdıq. Mənim yoldaşlarımdan Aleksandr həlak oldu. Slavyan yoldaşlardan isə 2 nəfər öldü. Mən də yaralandım. Bu zaman mənim ən yaxın yoldaşım olan Məmmədov Ənvər dağın üstündən mənim dalımca aşağı indi. Yaralı olmağımı ona deyən kimi, o məni arxasına alaraq 500 metr məsafədə dağa sürünə-sürünə çıxartdı. Mənim həyatımı ölümdən xilas elədi. Həkim yoldaşımıza da minnətdarlığımı bildirdim. Bu dövrdə yaralılara həyat verən kiçik gövdəli, gözlərində eynək olan Qulubəyov Mikayılın hərəkətləri, insanpərvərliyi hamını heyran eləyirdi. Qulubəyovun fədakarlığı, qorxmazlığı, ən irəlidə getməsi biz partizanlara həmişə nümunə idi. Onun yaralanan partizanların taleyinə kədərlənməsi uzun zaman fikrə getməsindən anlaşılırdı. O istirahət zamanı belə deyirdi: görəsən biz nə vaxt faşistləri qırıb qurtaracaq, azad nəfəs alacaq, doğma vətənimizə yollanacaq. İstirahət dövründə Qulubəyov, Həkimli, Şamil,
Firudin və başqa Azərbaycanlı yoldaşlar oturub Mehdi Hüseynzadənin böyük qoçaqlığından, cəsurluğundan danışırdılar. Aslanovun və Babayev Əkbərin məzəli söhbətləri bizim kədərimizi unutdururdu. Qədir İskəndərov, 1944-cü il. Qeyd eləmək lazımdır ki, partizan xəstəxanaları partizan ordularının tərkibində fəaliyyət göstərirdi və çox yaxşı təşkil olunmuş şəbəkə idi. Sloveniyada 100-dən çox bu cür gizli xəstəxanalar vardı və bu xəstəxanalarda 15 minə yaxın yaralı müalicə olunmuşdu. Bu rayonda həmin xəstəxanaların bölmələri fəaliyyət göstərirdi. Keçmiş Sovet əsirləri Rus batalyonu təşkil edirdilər və bu batalyona Azərbaycanlılar da daxil idilər. Bax, bu xəstəxanada onlarla Azərbaycanlı əskər müalicə olunmuşdu. Almanlar müharibə zamanı bu xəstəxananın yerini təyin eləmək istəyirdilər. Ona görə də xəstəxananın gizli qalması üçün partizanlar əllərindən gələni əsirgəmirdilər. Alman ordusu 2 dəfə bu xəstəxana ətrafına yaxınlaşsa da, onun yerini aşkar edə bilməmişdilər. Deməli, partizanlar bir əməliyyat keçirir. Nə edirdi? İmkanlı adamlara məktub göndərirlərdi ki, yardım edin, biz dağlarda vuruşuruq faşistlərə qarşı. Kim eləyirdi, kim faşistlər eləmirdi. Müəyyən eləyirdilər hansı faşisti, Kalandı, onun haqqında tədbir keçirirlərdi. Deməli, bir Monfalcone şəhəri var, Triestin yaxınlığında. Novogorsk ilə Triest arasında. Orada deməli, bir nəfər faşist əqidəli İtalyan, 2 metrə evi var, sələmçidir, banki var. Bunu nəzərə alıblar, gəlirlər ora. Demə belə olubdur. Mixailanın qabağa bıraxırlar, bunu formada görəndə, Nemes formasında. Ayağa qalxan kimi partizanlar giriblər, kişiyə hendohoq, yığıblar yerə. Ayağını bağlayıblar, ağzına şey tıxıyıblar, aşağı götürüb, seyfdən pulları yığıblar. Sumkaları. Abed vaxtı yaxınlaşırmış, arvad yuxarıdan çağırır. Antonio! Veni mangiaro! Gəl abedlidə. Bir də çağırır. Antonio! Veni mangiaro! 3 dəfə çağırır, görür Antonio'dan xəbər yoxdur. Yavaş-yavaş düşür, görür ki, kişini uzadıblar. Ağzını da əhsi. Qolu qıçası bağlı. Tez ağzından çıxardan kim deyir ki, banditi. Partizanlara bandit deyirdilər. Faşistdir də. Ayağını qolunu açır, bu götürürsən gedir. O Monfalcone'da Nemes kanunu var, faşistlər də var. Tez tükürüb gəlirlər. Əhvalatı söyləyib, deyir, necə oldular? Hardan gəldi, bu tərəfdən gəldiklər. Biz Mixailoya həsr olunmuş muzeydəyik və mən çox şadam ki, bu ideya həyata keçib. Muzeydə bir sıra qiymətli eksponatlar var. Onlardan biri də 9-cu korpusun 30-cu diviziyasına məxsus bu bayraqdır. Həmin diviziyada Sovet əskərləri, Azərbaycanlılar da var idi. Muzeydə o dövrdə partizanların istifadə elədikləri silahlar da saxlanılır. Bu silahlarla partizanlar Almanlara qarşı vuruşurdular və onların arasında Azərbaycanlıların xüsusi yeri var idi. Mixailo ilə bərabər burada Cavad Həkimli, Mikail Qulbəyov, Qədir İskəndərov haqqında da xatirələr var. Burada uyuyan yüzlərlə qəhrəmanların arasında Azərbaycanlılar daha çoxdur. Onlarla Azərbaycanlı dostlarımız bu torpaqlarda döyüşmüş, burada da dəfn olunmuşlar. İnanıram ki, burada onlar üçün bir vətəndir. Həmişə deyərdilər ki, Triest Bakıya çox oxşayır.
Görəsən doğrudanmı belədir? Kaş onları sağ-salamat görəydik. Görəsən indi Cavad neyniyir? Yəqin hamımız kimi çox qocalıb. Yox, görüşümüz alınmadı, Cavad. Çox istəyərdik ki, səni sağ-salamat görək. İllər əvvəl olduğu kimi bağrımıza basaq. Ya sən tələsdin, ya da biz çox gec qaldıq. Cavad həkimli xatırlayırdı ki, Sloveniyanın Şempas qəsəbəsində müvəqqəti qərargah yaradılmış və partizan dəstəsində vuruşanlara sənədlər təqdim olunmuşdu. Müharibədən sonra Sovet xüsusi xidmət orqanlarının yoxlamalarına məruz qalan sabiq partizanlar böyük əzab-əziyyətdən sonra nəhayət canlarından artıq sevdiyi Azərbaycana qovuşa bildilər.